Salam, hörmətli müəllimlər, xoş gördük hər birinizi. Bugün mən qısaca olaraq tabiri mürəkkəb cümlədə müəyyən məqamlar var ki, mürəkkəb cümlələrlə bağlı müəyyən məqamlar var ki, həmin məqamların video izahını yerləşdirəcəm. 5-3 dəqiqəlik bir video izahı olacaq. Əvəzlik qəlb işlədilib, işlədilməyib, bağlayıcı söz işlədilib, işlədilməyib. Bir də cümlə mürəkkəbdir, mürəkkəb deyil, o vəziyyətlərə toxunacaq. Baxın müəllimlər. Fikir verəcəyimiz məqam odur ki, birinci cümlədə əgər mübtəda buraxılarsa, birinci cümlədə mübtəda buraxılarsa, bu cümlə mübtəda buraxılır. Bu cümlə bərabərdir sadə cümlə. Sadə. Yox, əgər mübtəda ikinci cümlədə buraxılırsa, həmin cümlə mürəkkəb cümlədir. Nə demək istəyirəm? Baxın, məsələn deyirəm, əlini nəzərdə tuturam. Əli ağlındadır. Deyirəm ki, Əli gəldi, evə getdi cümləsində, Əli gəldi, Əli evə getdi. Görürsünüzmü? Birinci cümlədə mübtəda işlədilib, ikinci cümlədə mübtəda buraxılıb. İkinci cümlədə mübtəda buraxılıbsa, bu cümləni biz götürəcək sadə cümlə. Amma birinci cümlədə mübtəda buraxılıb, ikinci cümlədə işlədilmiş olursa, bu cümləni mürəkkəb cümlə götürəcək. Yəni, belə olsa ki, yazsa ki, gəldi, Əli evə getdi. Bu şəkildə verilmiş olsa, deməli nə olacaq? Mürəkkəb cümləyə çevrilmiş olacaq. Deməli, mübtəda birinci cümlədə verilib, ikinci cümlədə buraxılırsa, bu cümlə sadə cümlədir. Mübtəda birinci cümlədə buraxılıb, ikinci cümlədə verilirsə, bu cümlə mürəkkəb cümlə hesab olunmuş olacaq. Bir bunu deyim, bir də əvəzlik qəlb işlədilib, işlədilməyib, onunla bağlı, bağlayıcı söz işlədilib, yoxsa işlədilməyib, onunla bağlı qısaca bir məlumat verim. Deyirəm ki, bunu da bilirəm ki, niyə gecişib cümləsi? Baxın müəllimlər. Deməli, burada əvəzlik qəlb var, yoxsa yoxdur və ya bağlayıcı söz var, yoxsa yoxdur. Bu sözünü görürəm və niyə sözünü görürəm? Sual əvəzlikləri bağlayıcı sözlərdir, işarə əvəzlikləri də əvəzlik qəlblərdir. İndi burada əvəzlik qəlb işlədilib, yoxsa işlədilməyib və ya bağlayıcı söz işlədilib, yoxsa işlədilməyib. Bunu iki vəziyyətdə bilərsiniz ki, yadınıza saxlayın. Deməli, əgər sual əvəzi, yəni bağlayıcı söz hesab elədiyin söz ikinci cümlədə işlədilibsə, sən onu hesab bağlayıcı söz götürə bilmərsən. Bağlayıcı söz olması üçün mütləq birinci cümlədə işlədilməlidir. Burada işlədilsəydi, sən onu bağlayıcı söz götürə bilərdin. İkinci cümlədə işlədilibsə, bağlayıcı söz götürə bilmərsən. Niyə? Çünki bağlayıcı sözlər qarşılığında əvəzlik qəlblər işlədilir. Yəni, qarşılıq sözlər işlədilmiş olur. O da işlədilmədiyinə görə, deməli, sən bunu bağlayıcı söz götürə bilmərsən. Xülasə, belə yanınıza saxlayırsınız ki, əvəzlik qəlblər həm birinci cümlədə, həm ikinci cümlədə ola bilər. Məsələn, deyirəm ki, nə istəyir, bunu ver. Məsələn, nə istəyir, onu ver. Onu ver cümləsində. Onu sözü görürsünüzmü? Əvəzlik qəlbdir. Görürsünüz, əvəzlik qəlb həm birinci cümlədə oldu, həm ikinci cümlədə oldu. Amma bağlayıcı sözlər həmişə birinci cümlədə olmalıdır. Heç vaxt ikinci cümlədə ola bilməz. Bunu sübut eləməkdən ötəri digər yolumuz nədir? Baxın, indi burada bunu söz işlədilib və niyə söz işlədilib? Əvəzlik qəlb və ya bağlayıcı söz desə ki, hər ikisi işlədilib, necə sübut eləyəsən? Sadələşdirəndə cümlədən itirsə, o əvəzlik qəlb və bağlayıcı söz götürülür. Yox, sadələşdirmə vəziyyətində də cümlədə qalmış olursa, əvəzlik qəlb və ya bağlayıcı söz götürə bilməyəsən. Yəni, bunu da bilirəm ki, niyə gecişib? Necə sadələşdirəcəm? Niyə gecişdiyini bilirəm cümləsində. Aha, bilirəm xəbər. Nəyi bilirəm? Niyə gecişdiyini. Görürsünüzmü? Niyə sualı əvəzlik qalıb? Qalıbsa, deməli, bu bağlayıcı söz deyilmiş. Aha. Amma bunu əvəzlik qələbi itdi cümlədə işlədilməyib ki, xeyr. Deməli, əvəzlik qələb var bu cümlədə. Yəni, bunu sözünə əvəzlik qələb götürdüm. Çünki cümlədən ixtisar olundu. Deməli, onda bu cümlədə əvəzlik qələb var, amma bağlayıcı söz yoxdur. Bu tipli videoların, yəni 2 dəqiqə, 3 dəqiqə, 5 dəqiqə qəbulda istifadə oluna biləcək vacib məqamlara toxunulmasını istəyirsinizsə, kanala abunə olub və videonu bəyənib şərh yazmağı unutmayın. Bir də nəzərinizə çatdırıram ki, Olimpiada suallarında mürəkkəb cümlənin növləri ilə bağlı sual düşdü. Düzdür, MİQ proqramında mübtəda, təyin, tamamlıq, budaq cümlələrlə bağlı çərçivə sənədində heç bir şey öz əksini tapmayıb. Amma yaxşı da bilirik ki, Olimpiada suallarında, MİQ-ə düşən suallar, Olimpiada suallarının içərisindən istifadə olunan suallar olub. Səhv eləmirəmsə 2019-cu il, yoxsa 2020-ci ildə Olimpiadada düşən suallar MİQ-ə salmışdılar. Yəni, deməli, Olimpiadada mürəkkəb cümlənin növləri düşübsə, MİQ imtahanında mürəkkəb cümlənin növlərinə bağlı sualın yenidən verilməsi aktualdır. Ona görə də bu məsələdə diqqətli olun. Növbəti videolarda ola bilsin ki, daha geniş bir şəkildə yarım saatlıq 40 dəqiqəlik bir video çəkdim. Sırf tabiri mürəkkəb cümlənin növlərinə bağlı. Mübtəda budaq cümləsi necə olacaq, şərt budaq cümləsi necə olur, baş və budaq cümlənin gəlmə vəziyyətləri bunlarla bağlı video izlə çəkmiş olacağım.
Diqqətiniz üçün təşəkkür edirəm. Təşərrən faydası dəydisə videonun kanala abunə olub, şərh yazıb və like etməyi unutmayın.